Cari il mart ayın 1-dən KTV1 və Ailə TV 7 kanalının analoq yayımını dayandıracaq. KTV1 və Ailə TV kabel operatorları Azərbaycan Kabel Operatorları Assosiasiyasının təşəbbüsü ilə rəqəmsal yayıma keçidlərə qədər bugün birgə keçirdikləri mətbuat konferansında bildirdilər. Tədbirdə çıxış edən KTV1-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvin Sadıqov bildirdi ki, 2015-ci ilə qədər bütün Avropa ölkələri rəqəmsal yayıma keçəcək. Onun sözlərinə görə Azərbaycanda da Nazirlər Kabinetinin 9 fevral 2011-ci il tarixli qərarına uyğun olaraq bu il yanvar ayın 1-dən etibarən ölkə ərazilərində bütün telekanalların yayımının rəqəmsal formata keçidinə başlanılıb. Rəqəmsal yayımın keçidindən irəli gələn vəzifələri yerinə yetirməsi üçün biz də kabel operatorları olaraq, yəni Ailə TV və KTV abunəçilərimizə həm analoq yayım təqdim edirik, həm rəqəmsal yayımda kanalların retranslyasiyasını təqdim edirik. Artıq biz analoq yayımın məhdudlaşdırılması ilə bağlı bu qərardan irəli gələn vəzifələri yerinə yetirmək üçün analoq yayımın məhdudlaşdırılması ilə bağlı konsepsiya hazırlanıb. Rəqəmsal yayımda qiymətlər də yəni sərfəli şəkildə olacaq, yəni abonent üçün sərf eləyən şəkildə olacaq və əlavə stimullaşdırıcı, belə deyək, güzəştlər də nəzərdə tutulubdur. Hər iki kabel operatorlarının bu konsepsiyada bizə rəqəmsal yayıma keçidlə bağlı əlavə stimullaşdırılmış güzəştlər də nəzərdə tutulub. Pərvin Sadıqovun sözlərinə görə analoq yayımda söz gedən kanalların sayını azaltmaqla ilk növbədə rəqəmsal yayımda baza paketinin kanallarının sayı artırılacaq. Analoq yayımda tezlik problemi daha qabarıq özünü bir uza verir. Yəni analoq yayımda tezlikdə bir kanal yerləşdirdiksə, rəqəmsalda bir tezlikdə bir neçə kanalın yerləşdirilməsi imkanı var. Bu da bizə daha böyük üstünlüklər verir. Ailə TV-nin baş direktoru müavini Orxan Əliyev isə bildirdi ki, rəqəmsal yayımla analoq yayım arasında əsas fərqlərdən biri burada keyfiyyətin daha yüksək olmasıdır. Rəqəmsal yayımın bir çox üstünlükləri var ki, burada dilin seçilməsi, bəzi kanallarda subtitrların seçilməsi, yəni ki, əgər bir veriliş və yaxud kino ingilis dilində keçirsə, siz onu rəqəmsal receiverdə rus, ingilis, fransız, yəni mümkün olan yayım kanalının verdiyi dillərin istədiyini bir seçə bilərsiniz və həmin dildə baxa bilərsiniz. Bundan əlavə burada time shifting çox ki olacaq. Bu yəni proqramın əvvəlindən baxmaq, yəni əgər əvvəlin ötürmüşsünüzsə, düyməyə basmaqla proqramın əvvəlindən baxa biləcəksiniz. Orxan Əliyev eyni zamanda əlavə etdi ki, evdə və ya ofisdə heç bir dəyişiklik və ya əlavə xərc tələb olunmur. Hazırda abunəçilərə 2 cür qəbul edici vokal modul tətbiq olunur. Abunəçilərin rəqəmsal yayıma keçidini stimullaşdırmaq üçün güzəştlər tətbiq olunur. Bildirək ki, cari ilin mart ayın 1-dən Naşı Novi Kino, Cartoon Network, Reality, PMK, TLC, Visit History, MTV Rus kanallarının analoq yayımı dayandırılacaq.